Ne oldu kızım? Xavər xanım, mən bir məsələ haqqında danışmaq istəyirəm sizlə. Buyur. Daha doğrusu kimləsə danışmalıyam. Belə fikirləşdim ki, siz məni hamıdan yaxşı başa düşərsiniz. Seyranla mən bizdə alınmır Xavər xanım. Boşanmaq istəyirəm. Ne danışırsan kızım, ne boşanmaq? Xavər xanım, mən elə bilirdim ki, güclüyəm. Mən elə bilirdim ki, mən bacararam. Seyran sevər məni. Mən onu düzəldərəm. Mən bezmişəm. Gücüm yoxdur. Bak kızım, bir qadın kimi mən səni başa düşürəm. Düzdür, bəzən alınmır. İnanırsan, inamın boşa çıxır. Amma sən ayrılmaq istəyirsənsə, yəni bu sənin qərarında. Amma qızım bax, Seyran mənim oğlumdur. Xasiyyətinə bələdəm. Bu sənin qərarındır da, mən heç nə deyə bilmərəm sənə. Yəni indi mən səndən bir qaynana kimi yox, bir nə bilim ana kimi, bir qadın kimi danışıram. Qızım, yaxşı-yaxşı fikirləş. Fikirləş, qərarını sonra verərsən. Bilirsən balam, ailə qurmaq nə qədər çətindirsə, boşanmaq ondan da çətindir. Amma sən sonrasını düşün. Sənə nə olacaq? Seyrana nə olacaq? Yox, əgər düşünsən ki, alınmır, ayrılmalıyam. Nə deyim? Mən həmişə sənin arxandayam, bax bunu bil. Çox sağ olun.